Xeyir olsun. Bugün 8-ci sinif buraxılış imtahanına aid 25 suala baxacağıq, sınava baxacağıq. Deməli, 57-ci sualdan başlayırıq. Deyir, həm 20-yə, həm də 18-ə böldükdə qalıqda 2 alınan ən kiçik natural dəyəri tapın. Ədədin rəqəmləri cəmini tapın. Eyni zamanda 20-yə və 18-ə bölünən, deməli bunların əkobuna bölünür. Əkob 20, 18. Əgər qalıqda 2 alınırsa, üzərinə də 2-ni gəlir, çünki 2 artığı var ona görə. Şimdi biz 20 ilə 18-in əkobunu tapaq. 20-ni ayıraq, 18-i ayıraq. 2-yə 10, 2-yə 5, 5 5-ə 1 dəfə. 2-yə 9, 3-ə 3, 3-də 3-ə 1 dəfə. Bölgələri götürürük, ortaq vuruqları atırıq. Kiçikdə qaldı 3, 3. Yəni 3 vurulsun, 3, 9, 9 20-yə vurulur, 180. Deməli, əkob 20 ilə 18, 180 oldu. Üzərinə də 2 gəlib, 182. Bizden soruşur ki, ən kiçik natural ədədin rəqəmləri cəmi. Yəni 182-nin rəqəmləri cəmi 1 üstəgəl 8 üstəgəl 2, 9, 10, 1 eləyəcək. Doğru cavab C variantı. 58-ci suala baxaq. 58-ci sualda deyir ki, yolun 8-də 3 hissəsi təmir olunduqdan sonra 80 km təmir olunmamış qaldı. Yolun uzunluğu nə qədərdir? Deməli sorulur, təmir olundu. Təmir olundu. 8-də 3 hissəsi. Bəs təmir olunmadı. Təmir olunmadı. 8-dən 3-ü təmir olunubsa, 8-dən 5 hissəsi təmir olunmadı. O təmir olunmamışda ki, kilometrlə 80 kilometrdir. Deməli biz 8-də 5 hissəsi 80 kilometr olan ədədi tapsaq, biz bütün yolun uzunluğunu taparıq. Hissəsinə görə ədədi tapanda verilən ədədi hissə üzrə kəsrə bölürük. Kəsrlərin bölünməsində də birinci kəsrə saxlayıb, ikincini tərs çeviririk. 5 ilə 8 ixtisar getdi, 16 qaldı. Bərabərdir 16-nı da vuruq 8-ə. 80, 48, 128 kilometr. Deməli, bütün yolun uzunluğu 128 kilometr imiş. B variantı. 59-cu suala baxırıq. 59-da deyir, A çoxluğu 30-dan kiçik sadə ədədlər. Biz A çoxluğu üçün 30-dan kiçik sadə ədədləri yazaq. Hansılardır? 2, 3, 5, 7, 11, 13, 17, 19, 23 və 29. B çoxluğunu da bizə veribdir. Deməli 1, 3, 8, 9, 11, 16, 20 və 23. Bizdən də soruşur ki, N, A ilə B-nin birləşməsi. Birləşmədə uşaqlar ortaq vuruqlardan birini atırıq. Deməli başqa 11 var və 20 var. Qalanların hamısını birləşdiririk. Yəni yığırıq bir yerə və sayılarını tapırıq. Sayılarını da tapanda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 dənə. Deməli bunların birləşməsi oldu 15 dənə. A variantı. 60-cı sualda deyir ki, 27N 157 ədədi 3-ə tam bölünürsə, N hansı qiymətlərə ala bilər? Deməli, uşaqlar 3-ə bölünmə əlaməti rəqəmləri cəmi 3-ə bölünən natural ədədlər 3-ə bölünür. İndi biz gördüklərimizin rəqəmlərini toplasaq, 2 üstəgəl 7, üstəgəl 1, üstəgəl 5, üstəgəl 7 və üstəgəl 1-də n varımızdır. 9, 10, 15, 22, üstəgəl n. Deməli 22-dən sonra 3-ə bölünən 24 var uşaqlar. Deməli 22-nin üzərinə 2 qoymalıyam ki 24 eləsin və 3-ə bölünmə 3 artdığına görə 2-dən sonra 3 artırsaq 5 olur, 5-dən sonra 3 artırsaq 8 olur. 8-dən sonra 3 artırsaq 11 olur. 11 2 rəqəmlidir. Burada n-in yerinə yaza bilmərik. Deməli n-in alacağı mümkün qiymətlər 2-dir, 5-dir, 8-dir. Doğru cavab variantı D variantı olacaq. 61-ci sualda deyir ki, 5-də 4, 4'də 3, 3'də 1, 10'da 7 və 2'də 1 ədədlərin ən böyük ilə ən kiçiyinin fərqini tapın. Deməli, sonra bunların məxləsləri müxtəlifdir. Biz bunların məxləslərini bərabərləşdirmək üçün bunları əkoba gətirməliyik. 5, 4, 3, 10, 2-yə əkob 60 olacaqdır. Deməli, hər birisi üçün məxrəclər 60 olacaqdır. 60 və 60. 5'i 60'a getirmek için 12'ye vuruq, 4'ü 12'ye vuruq, 48. 4'ü 60'a getirmek için 15'e vuruq, 3'ü də 15'e vuruq, eləyir 45. 3'ü 60'a getirmek için 20'ye vuruq, 1 20'də 20. 10'u 60'a getirmek için 6'ya vuruq, 6 7 42. 2'ni 60'a getirmek için 30'a vuruq, 1 30'un 30. Baxırıq ki, bu kəsirlərdən ən böyücü 60'da 48'dir və ən kiçiyi 60'da 20'dir. Ən böyücü ilə ən kiçiyinin fərqini soruşur. Bu da 60'da 48'den 20 çıxırıq, eləyir 28 və bunların hər birisini 4-ə ixtisar aparsaq, məxrəcdə 15, sürətdə isə
7 qalır. Doğru cavab A variantı. 62-ci sualda Əkov 45-63 üstəgəl Əbov 45-63 hesablayın. Demək olar burada 45 ilə 63-dən Evclid algoritminə əsasən ya da istəsəz sadə vaxtlarını ayırıb Əbov Əkovunu tapa bilərsiniz. Deməli biz bunlardan 9-u çıxarsaq 9 vurulsun Əkov 45-dən 9-u çıxardanda yəni böləndə 5 9-a 5 qalır 63 9-a 7 qalır. Üzərinə gəl. Eyni ilə yenə də 9-u çıxarsaq vurulsun Əbov 5 birində qalır 7 birində. Demək olar 5 ilə 7 qarşılıqlı sadə ədəddir. Qarşılıqlı sadə ədədlərin əkobı onların hasilidir 35 və 9-u da vururuq 35-ə. Üzərinə gəl 5 ilə 7 qarşılıqlı sadə ədədin əbobu isə 1-dir. 9-u da 1-ə vururuq. 9 vurulsun 1. Bu da bərabərdir. 9-u ortaq vurulub kimi çıxarsaq 35 üstə gəl 1. Bərabər 9 vurulsun 36. Bu da bərabər 9 6 54. 5 yerdə 9 üçün 27 o da 5 32. Doğru cavab C variantı 324. Mesela 63-cü suala baxırıq. Deyir, A çoxluğu 200-dən kiçik 8-ə bölünür. Natural ədədlər çoxluğu. Deməli, A çoxluğuna baxırıq. Yəni, sayını tapaq da. NA bərabər. 200-dən kiçik 8-ə bölünən natural ədədlər deyəndə, 200-ün özü 8-ə bölündüyünə görə mən başlayıram 199-u bölürəm 8-ə. 199-u 8-ə bölsək. Deməli, 2-8-in 16, 3, 39, 4-8-in 32. Çıxdıq, qalıq önəmli deyil. Deməli, 24 dənə. Yəni, NA bərabər oldu 24-ə. B çoxluğu isə MB bərabərdir. 200-dən kiçik 12-yə bölünür. Deməli, biz 200-ü bölürük 12-yə. 200-ün içərisində, yəni neçədə 12-yə bölünən var. 1 dəfə 12, çıxdıq 8, 80, 6 dəfə 72, 16. MB də bərabər oldu 16. İnşallah burada fərqi tapmaq üçün bizə kəsişmə də lazımdır. Kəsişmə nə deməkdir? Həm A-da, həm də B-də. Yəni ki, həm 8-ə bölünən, həm də 12-yə bölünən. Eyni zamanda 8-ə və 12-yə bölünən bunların əkobuna bölünür. Biz tapaq görək 8-in 12-nin əkobu neçədir? Hesablasaq 8-in 12-nin əkobu 24 olacaqdır. Deməli, 200-dən kiçik 24-ə bölünən neçədə ədəd olduğunu tapmaq üçün biz 200-ü bölməliyik 24-ə. Ayırdıq, deməli, 168 dəfə 8 32, 3 yerdə 8 üçün 16, 19, 192. Deməli, uşaqlar, NA ilə də B-nin kəsişməsi, yəni hər ikisində həm 8-ə, həm 12-yə bölünən 8-də ədədi var. Sonunda yazırıq ki, NA bərabərdir 24, MB bərabərdir 16, NA ilə B-nin kəsişməsi isə bərabərdir 8-ə. Bizdə NA ilə B-nin fərqini soruşur. A ilə B-nin fərqi bərabərdir sual işarəsi. Biz bunu Venn diaqramla göstərsək, A çoxluğu, B çoxluğu. Diaqramda kəsişmədən başlayırıq. Kəsişməsi 8-dir. İndi uşaqlar, NA 24 idi. 8-in yazmışamsa 16-sı qaldı. MB 16 idi. 8-in yazmışamsa 8 qalır. Bizdə də A ilə B-nin fərqi A-nın sol yarısıdır. Yəni NA ilə B-nin fərqi bərabər olacaq 16-ya. Doğru cavab D variantı. 64-cü sualda 0,4-5 0,4-12 bölünsün 11-6 ifadəsini hesablayın deyir. Deməli, uşaqlar, birinci əməldə 0,4-12-ni böləcəm 11-6. 0,4-12-ni adi kəsrə çevirəndə 99-da 12-dir. Bölünsün 11-6 vurulsun 6-da 11 demək. 11 ilə 99 getdi 9 qaldı. 6 ilə 12 6-ya getdi 2 qaldı. Oldu 9-da 2. İkinci əməldə 0,4-5-in üzərinə 9-da 2 gəlir. 0,4-5 də 9-da 5-dir. 9-da 5-in üzərinə 9-da 2 gələndə eləyəcək 9-da 7-yə bərabər. Bax belə. Növbəti 65-ci sualda deyir ki, 48 və 64 ədədlərinin ortaq olmayan sadəliklərini hansıdır? Deməli, biz bunları sadəliklərini ayıraq. Ortaq olanlar ataq, ortaq olmayanlar vuraq. 2-yə 24, 2-yə 12, 2-yə 6, 2-yə 3, 3-sə bir dəfə, 2-yə 32, 2-yə 16, 2-yə 8, 2-yə 4, 2-yə 2, 2-də 2-yə bir dəfə. Biz ortaq olanları hər ikisindən atırıq. 2 var, yenə də 2 var, yenə də 2 var. Deməli, 48-də 3 qaldı, 64-də isə 2, 2 qaldı. Oldu 3, 2-nin 6, 6, 2-nin 12. Yəni, C-si ortaq olmayan sadəliklərin hasili. Variant C deyil, sadəcə C-dir. Ortaq olmayan sadəliklərin hasili 12-yə bərabər olacaq ki, bu da A variantına bərabər olacaqdır. Növbəti 66-cı sualda deyir ki, N-in hansı qiymətində 13n çıxılsın 8 bölünsün 24 kəsiri ən kiçik mürəkkəb ədədə bərabərdir. Uşaqlar, bilməlisiniz ki, ən kiçik mürəkkəb ədədimiz 4-dür.
4'ü məxrəcinə 1 atıb çarpaz vursaq, 13n çıxılsın 8-i 1-ə vuranda 13n çıxılsın 8, 4'ü də 24'ü çarpaz vuranda 96. Buradan 13n bərabərdir. Mənim 8'i atsaq sağ tərəfə 96 üstə gəl 8. 13n bərabərdir 104'ə, n də bərabərdir 104'ü bölürük 13'ə, n də bərabərdir 8 olacaq. Doğru cavab variantı B variantı. 67-ci sualda deyir ki, 25-dən kiçik 25 ədədi ilə qarşılıqlı sadə olan 2 rəqəmli ədədlərin cəmi tap. Deməli, sonra burada diqqət etməlisiniz ki, bizdən soruşur 2 rəqəmli ədədlər. Yəni, bütün bir rəqəmli ədədlər yox. Əgər bir rəqəmli desəydi, biz A-dan kiçik A ilə qarşılıqlı sadə olanları tapardıq. 2 rəqəmli deyilsə, biz sayaq. Və yaxud da ki, bir rəqəmləri tapıb da ümumiyyətlə ümumidən çıxmaq olar. 25'ten kiçik 25 ilə qarşılıqlı sadə olanlar tutaq ki, başlayırıq 10. Ən kiçik rəqəmli 10 başlayır. 10 ilə 25 qarşılıqlı sadə edir. 5 var ortaq bölənləri. Amma 11 ilə 25 qarşılıqlı sadədir. Sonra 12 ilə 25-də qarşılıqlı sadədir. 13 ilə 25-də qarşılıqlı sadədir. 14 ilə 25-də qarşılıqlı sadədir. 15 ilə 25 deyil, çünki hər ikisi 5-ə bölünür. 16 ilə 25 qarşılıqlı sadə, 17 ilə 25 qarşılıqlı sadə, 18 ilə də 25 qarşılıqlı sadə, 19 ilə 25, 20 ilə 25 qarşılıqlı sadə deyil. Çünki hər ikisi 5-ə bölünür. 21 ilə 25 qarşılıqlı sadə, 22 ilə 25 qarşılıqlı sadə, 23 ilə 25 qarşılıqlı sadə və 24 ilə 25 qarşılıqlı sadə. Bizdən sayını soruşur. Sayını soruşur. Əmin ol ki, rəqəmli ədədlərin cəmini soruşur. Deməli, 11, 12, 13, 14, 16, 17, 18, 19, 21, 22, 23, 24. Bunların bizdən cəmini soruşur. Cəmləsəyə gəl. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 8 dənəsi 80, 4 dənəsi də 80, 160. İstə gəl. 1, 3, 6, 10, 16, 23, 31, 40, 41, 43, 46, o da 4, 50. 160 üstə gəl, 50, cavabımız olacaq 210'a bərabər C variantı. 68-ci sualda deyir ki, bütün alt çoxluqlarının sayı 64 olan çoxluğun neçə elementi var? Deməli, alt çoxluqların sayı düsturu 2n'dir və bu alt çoxluqların sayı da deyir 64'ə bərabər. Biz də buradan 2n'i bərabər 64'ü sadə vurduqlarına ayıranda eləyir 2/6. Əsaslar eynidirsə, qüvvətlər də bir-birinə bərabər olmalıdır. N bərabər olacaq 6'ya. 69-cu suala baxırıq. 69'da deyir AB 2 rəqəmli ədədi üçün AB üstü xətt bərabərdir 5A üstə gəl 3B olarsa A vurulsun BH-sını tapın. Deməli, AB 2 rəqəmli ədədinin açılışı 10A üstə gəl B bərabərdir 5A üstə gəl 3B. 5A-nı atsaq sol tərəfə 10A-dan 5A çıxılacaq 5A. 1B-ni atsaq sağ tərəfə 1B-dən 3B-dən 1B çıxılacaq eləyəcək 2B. B'nin yanındakı A'nındır, A'nın yanındakı B'nindir. Deməli, buradan A bərabər 2 olacaq, B bərabər 5 olacaq. Bizdən də A vur B hasini soruşur. 2 vurulsun 5, cavab olacaq 10'a bərabər A variantı. Növbəti 70-ci sualda deyir ki, qaydətlərini müqayisə edin. Deməli, bunu da qayda çıxacaqlar. 1 tam 10'da 6, 6 təkrarlı olmayanda 3'ü təkrarlı ilə çox yox 3 dəfə. Sonra bu sonlu olmaq kəsirdir. 1 tam 1000'də 633. Bir dənə yalançı sıfır atırıq. Təkrarlamaya ehtiyac yoxdur. Bərabərdir 1 tam. Dövr etməyən 6'dır. Dövr edən 63'dür. 63. Eyni olduğu üçün tapa bilmədik. Eyni olduğu üçün tapa bilmədik. Amma bunun ikisini götürsək 33. 3'ünü götürək la. 333. 330 və bu da 63 və 63 gələcəkdir. 3'ünü götürsək eləyir 636. Bunların içərisində ən böyüyü C böyük olacaq A-dan, A da böyük olacaq B-dən. Və ya B kiçikdir A-dan, A da kiçikdir C şəklində olacaq. C, A, B doğru cavabımız D variantı olacaqdır. Və növbəti 71-ci sualda ABC çoxluqlarını verib, deyir A-nın A ilə birləşməsi ilə C-nin kəsişməsini tap. Deməli, birinci A ilə B-nin birləşməsini tapaq, görək hansılardır. Birləşmədə ortaqları ataq. Hər ikisində 2 var, 3 var və 7 var. Yerdə nə qaldı? Deməli 0, 1, 2, 3, 5, 6,
7, 8 ve 9. Yazırıq A-la B-nin birləşməsinin yerinə 0, 1, 2, 3, 5, 6, 7, 8, 9 yazırıq. Kəsişmə C ilə. C-ni də köçürürük. 0, 2, 6, 7, 10, 12. Bərabərdir. Kəsişmədə də içində də ortaq elementlər götürülür. Deməli, hər ikisində 0 var. 0. Sonra hər ikisində 2 var. 2-ni də götürürük. Hər ikisində 6 var. 6-nı götürürük və hər ikisində 7 var. 7-ni götürürük. Cavab olur 0, 2, 6, 7. Doğru cavab Y variantı. Növbəti 72-ci suala deyir ki, C bərabər 15 vur 13 vur 28 ədədinin sadə bölənlərinin sayını tapın. Deməli, sadə bölən deyəndə müxtəlif sadəlikdən söhbət gedir. 15 mürəkkəb olduğuna görə sadəliklərini ayırsaq 3 vurulsun 5 olacaq. 13 onsuz da sadələrdir. 28 2-yə bölünür 14, 2-yə bölünür 7, 7 7-yə bir dəfə. Bunun sadə bölənləri olacaq 1 dənə 2, 1 dənə 3, 1 dənə 5, 1 dənə 7 və 1 dənə 13. Hərəsindən bir dənə. Sayını soruşursa, sayı 5 dənə olacaqdır. 73'də A-nı, B-ni, C-ni verir və axtarılan ifadəni soruşur. Bu A bərabər 0,4 idi, yəni 9-da 7-dir. B bərabər 0,4-də 5, yəni 9-da 5-dir. C bərabər 1,4-də 2, yəni 1,9-da 2 deməkdir. 1,9-da 2-ni də düzgün olmayan kəsərə çevirəndə 9 birin 9, üstünə 2, 11. İndi gətirib qiymətlərin yerinə qoyuruq. 18 vurulsun, A-nın yerinə yazacaq neçə? 9-da 7. Üstəcək 9 vurulsun. B-nin yerinə yazacağım 9-da 5. 9 vurulsun 9-da 5. Üstəcək C-nin yerinə 9-da 11 yazacağım burada. Yəni 9-da 11 sürətdə də 22 bərabərdir. 9 ilə 18 7 2 qaldı. 2-ni 7-yə vuranda 2 7-nin 14. 9 ilə 9 7 5 qaldı. Üstəcək burada 22-nin məxrəcinə yalançı bir asaq. 9 qalxıb 22-yə vurulur, 1 düşüb 11-ə vurulur. Bax 9 qalxdı 22-yə vuruldu, 1 düşdü 11-ə vuruldu. 22 ilə 11 getdi, 2 qaldı bərabərdir. 14-ün üstünə 5 yerində 19 eləyir. Üstəgəl 9-u da 2-yə vuranda 18 eləyir. 19 ilə 18-i toplayanda doğru cavab 37-yə bərabər olur. Növbəti 74-cü suala baxırıq. Deyir, biri digərinin 8-də 3 hissəsini təşkil edən 2 ədədin cəmi. Tutaq ki, 2 dənə ədəd, 2 ədəd A və B olsun. Deyək ki, A ədədi B ədədini 8-də 3-ünü təşkil edir. Yəni, biri digərinin 8-də 3-üdür. Onda uşaqlar deyərik ki, A bərabərdir 3K, B bərabərdir 8K. Və bu 2 ədədin də deyir, cəmi 132-dir. Yəni, A plus B bərabərdir 132. Biz uşaqlar A-nın yerinə yazarıq 3K, üzərinə gəlir B-nin yerinə yazarıq 8K. Bərabərdir 132. 11K bərabərdir 132. K da bərabərdir 132-ni bölərik 11-ə. K bərabərdir 1, 2, 12 dəfə. İndi burada bərabərdir 3 vurulsun K-nın yerinə 12 yazsam 3 12-nin 36 bərabərdir 8 vurulsun. Burada K-nın yerinə 12 yazsam 96. Bizdən bu ədədlərin fərqini soruşur. Ədədlərimiz 36 və 96-dır. Bunların fərqini soruşursa 96-dan 36-nı çıxır. Cavabımız qalır 60-a bərabər. Növbəti 75-ci sualda deyir ki, 4 elementi olan A çoxluğu, belə deyək ki, uşaqlar, onda NA bərabərdir 4. 7 elementi olan B çoxluğu, MB bərabərdir 7. B çoxluğunun alt çoxluğu, yəni ki, uşaqlar, A, B-nin alt çoxluğu. Yəni, A-da olan 4 dənə element B-nin içərisində var. Olarsa, NA ilə B-nin birləşməsi, üstəgəl NA ilə B-nin kəsişməsini tapır. Demək uşaqlar, A B-nin alt çoxluğudursa, elə A ilə B-nin birləşməsi elə B-də olan element qədərdir. Yəni 7 dənədir. A B-nin alt çoxluğudursa, kəsişməsi isə elə kiçikdə olan element qədərdir. Yəni 4 dənədir. 7 ilə də 4-ü toplayırıq. Cavab olur 11-ə bərabər. Bir də deyirəm, əgər A B-nin alt çoxluğudursa, yəni A-nın içərisində olan 4 element onsuz da B-də var. Birləşmədə də eyniləri götürdüyümüzə görə 4 dənə atacaq, 7 dənə qalacaq. Kəsişmədə də A B-nin alt çoxluğusa A-da olan 4 element hər ikisində var. Kəsişmədə hər ikisində olan götürülür. Yəni hər ikisində olan 4 dənə var. 4-ünü götürdük. 7 ilə 4-ün cəmi 11-ə bərabər oldu. Və 76-cı sualda deyir hesablayın. Sonra burada tamları vururuq. Tamdan sonraki rəqəmləri sıfırlara bərabərləşdiririk. Burada 2 rəqəm var. Burada bir dənə sıfır atdıq. Buradan tamları vurduq. Tamdan sonraki rəqəmlər eyni saydadır. Heç yerə sıfır atmaya ehtiyac yoxdur. Burada tam vursaq, tamdan sonra bir rəqəm var, bir sıfır atdıq surətə. Ümumi yekunda nə qaldı? 440 bölünsün 11, çıxılsın 81 bölünsün 27, üstəcə
350 bölünsün 5 bərabərdir. 440-ı 11-ə böləndə düşür 40 dəfə. Çıxılsın 81-i 27-yə böləndə 3 dəfə. Üstə gəl 350-ni 5-ə böləndə 70 dəfə. Deməli, 40-dan 3 çıxanda eləyir 37, üzərinə gəlir 70 bərabər olacaq 107-yə. 77-ci sualda deyir ki, Aytənin addımı 60 sm, Arzunun addımı isə 40 sm-dir. Hər ikisi santimetrləndir uşaqlar, diqqət edin. Və onlar 4,8 kilometr yol gedəcək olan Aytən və Arzunun addımları neçə dəfə üst-üstə düşər? Deməli, hansı ən yaxın məsafədən söhbət gedirsə, biz bunların əkobunu tapırıq. Əkob 60 ilə 40. 60 ilə 40-ın əkobu da eləyəcək 120. Deməli, hər 120 santimetrdən bunların ayaq izləri üst-üstə düşəcək. Bizdə də 4,8 kilometr məsafə verib. 4,8 kilometr 4800 metr deməkdir. Uşaqlar, metrdə 100 santimetr olduğuna görə 4800-ü 100-ə böləndə 4800 yəni 100-ün 2 sıfırını atırıq. Deməli olur 480 min santimetr. Məsafəmiz 480 min santimetrdir. Onun içərisində görə gələ 120 neçə dəfə var? Yəni bunların ayaq izləri neçə dəfə üst-üstə düşəcək? Hərəsindən 1 sıfır atsaq 48-i 12-yə böləndə 4 dəfə düşür. Yerdə qalan sıfırları da 4-ün yanına atırıq. Olacaq cavabımız 4000. Deməli 4000 dəfə üst-üstə düşər. 78-ci suala baxırıq. Uşaqlar, həlli tələb olunan suallardır. Yəni ki, izahlı tipli suallardır. Kəsirin sürətini 3 dəfə artırıb, məxrəcini 5 dəfə azaltdıqda kəsirin qiyməti necə dəyişir? Bu tiplərdə uşaqlar, kəsiri götürün 1-də 1 və kəsirin sürətini 3 dəfə artır. 1 vurulsun 3. Məxrəcini 5 dəfə azalt. 1 bölün. Dəfə azaltmaq bölmə deməkdir də. 1 bölünsün 5. Bu da 5 qalxır vurulur sürətə məxrəclərin yerinin dəyişməsində olur. 1 vurulsun 5 qalxıb 3-ə vurulanda 15, məxrəcdə də 1. Uşaqlar, əvvəlki kəsimimiz 1-də 1 idi. 15 əgər sürətdə qalıbsa 15 dəfə artar. Əgər məxrəcdə qalsaydı 15 dəfə azalar olacaqdı. Növbəti 79-cu sualda deyir ki, Eylerven diaqramına əsasən M-nin birləşməsi ilə M-nin kəsişməsinin fərqi. Deməli, uşaqlar, M-nin birləşməsi ilə bunun fərqi demək ki, M-nin birləşməsində olan, fərqdə olmayan, ya kəsişmədə olmayan daha doğrusu, kəsişmədə olmayan deyirsə, uşaqlar, biz bu kəsişməni silər. Yerdə qalan M-nin birləşməsində olan, kəsişmədə olmayan olacaq. Bunları da saysaq, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Yəni, bizim cavabımız olacaq 10-a bərabər. Növbət 80-ci sualda deyir ki, A natural ədədini 8-ə böldükdə qalıqda 2 alınır. Və alınarsa A kvadrat plus 4A ifadəsinin 8-ə bölünməsindən alınan qalıqdır. Bunu uşaqlar 2 dərəcəsinə yaza bilərsiniz. Mən bir də ədəd tapaq ki, 8-ə böləndə qalıqda 2 alınır. Bu da ən kiçiyi 10-dur. A-ların yerinə 10 yazıb hesablamaq olar. 10-un kvadratı 100 eləyir. İstəyəcək 4-ün də 40 eləyir 140. 140-ı 8-ə bölüb qalığınızı tapa bilərsiniz. 1 8-in 8, 6, 60, 7 8-in 56, çıxırıq 4 qalıq. Cavab 4. Və ya uşaqlar, əgər qalıq 2 qalıbsa, yadca qalsın ki, qalığı da götürüb həmin o A-ların yerinə yazmaq olar. Əgər A-nın yerinə 2 qoysam, 2-in kvadratı 4, A-nın yerinə 2 qoysam, 4-in 8. 4 üstəgəl 8 eləyir 12 və biz 12-ni 8-ə bölsək, yenə də qalığımız 4 olacaq. Yəni, hansı üstündən yazsaq, cavab eyni olacaqdır. Cavab 4. Növbət 81-ci suala baxırıq. Deyir, taxıl ilə dolu ambardakı taxılın 11-də 3 hissəsi satıldı. Qalan taxılın da yarısı satıldıqdan sonra ambara 2,4 ton taxıl əlavə etdilər və ambar yarıya qədər doldu. Əvvəlcə ambarda neçə ton taxıl var? Deməli, uşaqlar, əvvəl ambarda X ton taxıl olsun. Taxıl olsun. Demək olar, 11-də 3 hissəsi satıldısa, X-in 11-də 3 hissəsi satıldısa, deməli 11-də 3 X-i satıldı. Əgər 11-dən 3-ü satılıbsa, 11-dən neçəsi qaldı? 11-də 8 X-i qaldı. Ümumi 11 idi. 11-dən 3-ü satılıbsa, 11-də 11-dən 11-də 3 çıxırsan, 11-də 8-i qaldı. Və deyib ki, qalan taxılında yarısı. 11-də 8 X-in yarısı eləyir 11-də 4x. Yarısı satıldı. Satıldıktan sonra yarısı 11-də 4x satıldısa, satıldı. Yarısı satılıbsa yarısı qalıb da. 11-də 4x qaldı. Satıldıktan sonra ambara 2,4 ton taxıl əlavə edilir. Demək olar, ambarda 11-də 4x qalmışdı.
və daha 2,4 ton taxıl əlavə etdilər və ambarda yarıya qədər doldu. Ambarda x ton var idi, yarıya qədər doldu nə demək? Yəni x-in yarısı qədər oldu. Bax beləncə. Yazsaq əgər, deməli 11-də 4 x belə deyək də, gəl məxrəcdən azad olmaq üçün hər tərəfi məxrəcin əkobuna vuraq. 11 ilə 2-nin əkobu eləyir 22. Deməli, hər bir həddi 22-yə vurmaq lazımdır. 22 ilə 11 getdi, 2 qaldı. 2-ni də 4-ə vuranda eləyir 8x. 2,4-ü 22-yə vuraq görək nə qədər eləyir? 2,4 22-yə. 8, 4, 8, 4. Toplayırıq 8, 12, 5. 52,8. Üstə gəl 52,8 bərabərdir. 22 ilə də 2 getdi, 11 qaldı. 11-i x-ə vuranda 11x. Sonra 8x-i atsaq sol tərəfə, 11x-dən 8x çıxılır, eləyir 3x bərabərdir 52,8. X-i də tapmaq üçün 52,8-i bölməliyik 3-ə. 52,8-i bölək 3-ə. 5 ayırsaq 1 dəfə, 1 üçün 3, 2 qaldı. 22, 7 dəfə, 7 üçün 21, çıxdıq 1 qaldı. Tam hatta 8 gətirdik, 6 üçün 18. Deməli, x bərabər oldu 17,6. Əvvəlcə ambarda x son taxıl götürmüşdük, biz də x-i tapdıq 17,6. Yəni bizim cavabımız 17,6 olacaq. Bu qədər uşaqlar, sağ olun.